ulu öndərimizi yad etdik. Təbii ki, biz onu yalnız bir gün yox, hər gün yad edirik. Elə insanlar var ki, onlar tarixdə qalıblar, amma elə insanlar var ki, onlar tarix yazıblar. Ulu öndərimiz tarix yazan şəxsiyyətlərdən olub və hər zaman Azərbaycan ideologiya, Azərbaycançılıq üçün, Azərbaycan mədəniyyətinin, Azərbaycanın irsinin qorunması üçün istər Sovet dönəmində, istər müstəqil Azərbaycan dövründə öz töhfələrini, öz göstərişlərini, öz ürəyini, canını qoyurdu Azərbaycan üçün və mən düşünürəm ki, onun hər gün yad etməklə əlavə, onun bu gün 102 yaşı tamam olur. Bizim üçün o yenə də qəlbimizdədir, o yaşayır və düşünürəm ki, bizim üçün hər belə bir tədbir bayram olmalıdır. Bayram ona görə ki, bu günləri Azərbaycan azadlığı uğrunda, bu günləri Azərbaycanın müstəqilliyi uğrunda, onun qoyduğu siyasi kursu cənab İlham Əliyev davam elətdirir. Bu günləri Heydər Əliyevin ruhu şaddır və inanıram ki, gələcəkdə Azərbaycan dövləti, Azərbaycan Respublikasının bayrağı necə ki, bu günləri bütün mötəbər tədbirlərdə dalğalanmaqdadır və ondan sonra da dalğalanacaq və Azərbaycan dövlətinin, Azərbaycan Respublikasının və onun xəritəsi hər bir dünyada, hər bir insan savadı olub-olmamasına asılı olmayaraq tanıyacaq ki, Azərbaycan Respublikası var. Yaşasın Azərbaycan, Qarabağ Azərbaycandır.